Salam, hörmətli abituriyentlər. Bugün 11-ci siniflər üçün OTK-nın keçirdiyi ikinci buraxılış imtahanına, izahına və suallara başlayaq. Hər kəsə uğurlar. Birinci sualda deməli üç bucaqda ABY bucağı YBC bucağına bərabər olduğunu verib və bizə burada şərtdə bucağının 70 dərəcə olduğu. Bu bucağın 70 dərəcə, bu bucaq 60 dərəcədir. Onda B bucağının 50 dərəcə olduğunu bilirik. HBY bu bucağı istəyir bizdən və şərtdə deyir ki, ABY bucağı YBH bucağına, ABY bu bucaq YBC bucağına bu bucağa bərabərdir. O zaman bu iki bərabər hissəyə ayrıldığı üçün 50 isə bu bucaq 25 dərəcədir. Onda üç bucağın xarici bucağı olan bu bucaq 25 ilə 60-ın cəmi 85 dərəcə olar. Və bu 90, bu 85 isə onda bu arada qalan bucaq da 5 dərəcə olar. Doğru cavab burada D variantı olacaq. İkinci sualda natural bölənlərinin sayı 25 olarsa 15 üstü n-i biz 3 üstü n vur 5 üstü n kimi yazacaq. Natural bölənlərin sayı üstünə isə bir vahid artırdı, bir-birinə vurulurdu. Burada n plus 1 vurulsun. Buradakı n plus 1 bərabərdir 25-ə. Buradan n plus 1 bərabər olmalı 5-ə, n-in də qiyməti 4-ə bərabər olacaq, Y variantı. Növbəti sualda 4-cü dərəcədən 8 çıx 2 kök 5 cəmi 8 hasilə 15 eləyən ədədlər bu cür yazırdıq. Bu cəmi 8 hasilə 15 eləyən ədədlər 8-ci dərəcədən kök 5 kök 3-dür. Yəni bu ifadə kök 5 minus kök 3-ün kvadratıdır. Kvadratla 8-i eyni anda 2-yə ixtisar aparsam 4-cü dərəcədən kök 5 minus kök 3 qalar. Və misal dərəcə 4-cü dərəcədən kök 5 minus kök 3 vurulsun kök 5 plus kök 3. Bu da 4-cü dərəcədən 5 çıx 3. Yəni 4-cü dərəcədən 2 variantı olacaq. Növbəti sualda Eyler-Venn diaqramında ştrixlənmiş hissəni tapın deyir. Ştrixlənmiş hissə A-nın B ilə C-nin hər ikisinə aid olan hissəsi. Bu hissəni biz B ilə C, A-nın kəsişməsi və yaxud A ilə C-nin kəsişməsi götürüb birləşdirə bilərik. Və yaxud da ki, B ilə C-nin birləşməsi, yəni B ilə C-nin hər ikisinin A ilə kəsişməsi. Doğru cavab C variantı olacaq. B ilə C-ni birləşdirib A ilə kəsişdirməsi. Kəsişmə A. 35-ci sualda tənliyin köklərindən biri 2 olarsa digər tənliyin kökünü tapın. Viet teoreminə görə tənliyin köklərinin hasili -9/2-dir. Köklərdən biri də 3-dür. Digər kök nədir bilmirəm. Digər kökü tapanda 3-ə bölməliyəm. -9/2-ni 3-ə bölmək 3-də 1-ə vurmaqdır. Bu da -3/2. -1/5. Y variantı olacaq. 2 rəqəmli natural ədədin rəqəmlərin cəmi 12-dir. Bu ədədin onluqlarını göstərən rəqəm, təkliklərini göstərən rəqəmin 50%-dir. 2 rəqəmli ədədimiz AB olsa, A plus B deyir ki 12-dir. Bu ədədin onluqlarını göstərən rəqəm, yəni A, təkliklərini göstərən rəqəmin 50%-dir. Yəni A, B-nin yarısıdır və yaxud B bərabərdir 2A. Burada nəzərə alsaq, A plus B-nin yerinə 2A bərabər 12, 3A bərabərdir 12-yə, A bərabərdir 4-ə. A-nın qiyməti 4-dür, B-nin qiyməti 8 olacaq. Onda 2 olduğu üçün. Doğru cavab 48. Növbəti sualda bizə deməli burada A nöqtəsindən çevrəyə çəkilib DAY bucağını bizə göstərib. Bu 75 dərəcəli. 75 dərəcəli bucaq verilibsə, bu 75-dirsə, onda bu qövsün özü 150 dərəcə daxil çəkmiş bucaq olduğu üçün. Bu 150 dərəcəsi bir nöqtədən çevrəyə 2 kəsən çəkəndə bu 150 ilə bu x-in cəmi 180 olması üçün x-in qiyməti 30 olacaq. Doğru cavab C. Növbəti sualda surətdən A üstü 3 ortaq vuruq çıxarsaq A üstü 6 plus 1 qalar. Məxrəc verilən ifadəyə fikir versiniz. Məxrəcdəki ifadə A kubu plus 1/A kubunun düsturudur. Və yaxud surət və məxrəci A kubuna vursam, surətdə A üstü 6 vurulsun
A üstü 6 plus 1. Məxrəcdə buranda A üstü 6 plus 1. Bunlar ixtisara getsə doğru cavab D variantı. A üstü 6 olacaq. 39. X minus 2 sayda işçi bir işi 12 saata, X minus 6 sayda bir işçi isə həmin işi eyni məhsuldarlıqla 18 saata yerinə yetirir. X ədədini tapın. Deməli, X minus 2 12 saata, X minus 6 isə 18 saata. İşçi sayı artsa zaman azalır. Yəni bu tərs mütənasibdir. Tərs mütənasibdə düzünə hasil bərabər olur. Yəni 12 vurulsun x minus 2, 18 vurulsun x minus 6-ya bərabər olmalıdır. Hər tərəfi 6-ya çarparsan burada 2, burada 3. Yəni 2x minus 4 bərabərdir 3x çıx 18-ə. Buradan da x-in qiymətini 14 alarıq. Doğru cavab Y variantı olacaq. Növbəti 1 çıx 4-də 1, 9-da 1, 16-da 1 ifadəsini verib və nöqtə 225-də 1 ifadəsinin qiymətini tapın. Yəni, birinci ifadə 1 çıx 4-də 1, 1 çıx 2-də 1, 1 plus 2-də 1-dir. Növbəti 1 çıx bu 9-da 1, 3-də 1-in kvadratı olduğu üçün 1 çıx 3-də 1, 1 plus 3-də 1-dir. Və ən sonuncuda 1 çıx 15-də 1, 1 plus 15-də 1 kimi yazacaq. 1-dən 2-də 1 çıxanda 2-də 1, 1-in üstünə 2-də 1 gələndə 2-də 3. 1-dən 3-də 1 çıxanda 3-də 2, 1-in üzərinə 3-də 1 gələndə 3-də 4. Nöqtə. Ən sonuncu 15-də 14, bir də 15-də 16 olacaq. Və bundan əvvəlki də 1 çıx 14-də 1, 1 plus 14-də 1, yəni 14-də 15. Bu ifadələr ixtisara gedəcək. Burada 2-də 3 ilə 3-də 2, 3-də 4 hamısı 1-1 ixtisar gedər. 2 ilə 16 ixtisar gedər 8 və məxrəcimiz 15, surətimiz də 8. Doğru cavab 15-də 8 olacaq. A kvadrat plus B kvadrat A plus B-ni soruşur. A plus B-nin kvadratı A kvadrat plus 2AB plus B kvadratı idi. Yəni A kvadrat plus B kvadratı 34-dür. 2AB də 30 olar. Bunların cəmi 64 eləyər. Kvadratı 64 eləyən ədədimiz isə müsbət 8 və mənfi 8. Lakin A və B müsbət dediyi üçün doğru cavab müsbət 8 olacaq. AB DY-yə paraleldir. AB DY-yə paraleldir. BC də DF-ə. Bu da buna paralel şərtini verib bizə. Və ABC bucağını 110 dərəcə verib. ABC bucağı, bu bucağı bizə 110 dərəcə verib. Və bizdən soruşduğu YDF. YDF bu bucağı bizdən soruşur. Ümumiyyətcə, burada DY parçasını uzatsaq, bu düz xəttə paraleldir. Bu düz xətt buna paralel olduğu üçün bura 110-dur. Onda bu hissədə 110-dur uyğun bucaq olduğu üçün. Onda YDF bucağı 70 dərəcə. Doğru cavab A variantı olacaq. Növbəti sualımızda AB'yə paraleldir. ABD bucağı 70 dərəcədir. ABD bu bucaqdır. Buranı 70 dərəcə verib bizə. Bizdən DC parçası, DC parçası BDY bucağının təmbələnirdi. Onda bu 70-dirsə, bura 110-dur. Bu 110-dursa, bu təmbələn çəkildiyi üçün, daha doğrusu bura 70-dir. 35 olacaq. DCK bu bucağı soruşur. Burada belə bir Z anlayışına görə burada 35-dir. Və bu bucağı tapanda 180-dən 35 çıxacaq. 145 dərəcə. Doğru cavab 145 olacaq. Növbəti ABC üçgənində bucaq B 90-dır. AD vur, DC vur, BD 125 olarsa BD-ni tapın. Düzbucaq üçgənin düzbucaq təpəsində çəkilmiş bu BD-nin kvadratı AD vur DC-dir. AD vur DC-nin yerinə BD kvadratı yazsam, BD kvadratı vur BD bərabər olar 125-ə. Onda BD-nin kubu 125 olar. Buradan da BD-nin özünü 5 alarıq. Kubu 125 olan ədəd 5-dir. Doğru cavab 5 olacaq. 10 detalı usta 3 günə, şagirdi isə 5 günə hazırlayır. Usta və şagirdi birlikdə. Deməli, 3 günə usta 10 detal hazırlayırsa, usta onda 1 günə 10 böl 3 detal hazırlayar. Şagirdi isə 1 günə 10 böl 5, 2 detal hazırlayar. Bunlar ikisi
bir yerdə bir günə, yəni bu 3 tam 3'də 1 detal desək buna, 5 tam 3'də 1 detal hazırlayar. 560 detalı, onda 560'ı 5 tam 3'də 1'ə bölməliyik. 5 tam 3'də 1'ə bölmək, yəni 3'də 16'ya bölmək, 560'ı 16'da 3'ə vurmaqdır. Bu da 4'e ixtisar yaparsam burada 4, burada 140 olar. 140 ilə də 4 ixtisar geçsə 140 70 bölü 2 35 olar. 35'i 3'ə vursaq 105. Doğru cavab 105 olacaq. 46'da A və B çoxluqları üçün bu şərti verib, onda NB-yə, NA-ya x desək, NB 3x olar. Və Euler-Venn diaqramı qursaq. A çoxluğu, B çoxluğu. A-da olub B-də olmayan 5 elementdir. B-də olub A-da olmayan 19 elementdir. Kəsişməni soruşur bizdən. Və NA-nın x elementi varsa, NA-nın x elementi varsa, burada 5'i varsa x minus 5'i burada olmalıdır. Və NB-nin 3x elementi var. Yəni x minus 5 plus 19 NB-də 3x-ə bərabər olmalıdır. Bu sağa keçsə 2x bərabər olar 14'ə, x-in qiymətini 7 alaram. X-in qiymətini 7 aldıqsa bizə nəyi soruşur? Kəsişməni. Kəsişmə x minus 5 olduğu üçün 7'dən 5'ini çıxarıq 2. Burada doğru cavab 2 olacaq. 47-ci sualda A plus B-nin kvadratı bərabər 4AB olarsa ifadənin qiymətini tapın. Yəni bu ifadəni açsaq A kvadratı plus 2AB plus B kvadratı bərabər 4AB. 4AB sola keçsə A kvadratı çıx 2AB plus B kvadratı bərabərdir 0'a. Yəni A minus B'nin kvadratı 0'a, yəni A minus B 0'dır. A minus B 0'dırsa üzərinə 4 gəlsək 4 olar. Doğru cavab 4. 48'də surətdən ortaq vuruq kök altda 3'ü çıxarsam ikisindən qalar kök 5 plus 1 çıx kök altda 2'ni çıxarsaq kök 5 plus 1 məxrəcdə də kök 3 minus kök 2 və bu ifadənin surətində kök 5 plus 1'i çıxarsaq qalar kök 3 minus kök 2, burada da kök 3 minus kök 2. Bunlar ixtisara geçsə qalar kök 5 plus 1, kök 5 plus 1 də burada kök 5 minus 1'ə vurulur. Kök 5 plus 1'i kök 5 minus 1'ə vursam, bu kök 5'in kvadratı 5, 1'in kvadratı 1, fərq eləyər 4. Doğruca 4 olacaq. Növbət. Aralarındakı məsafə 960 km olan iki şəhər eyni zamanda qarşı-qarşıya iki avtomobil yola düşdü. Onlardan birincisi bu yolu 16 saata, o biri isə 14 saata gedir. Görüşənə qədər birinci avtomobil nə qədər yol gedib? 960 kilometri birinci 16 saata götürsə, sürətini tapsam, 960'ı 16'ya bölsəm, birincinin sürəti 60 olacaq. İkincinin sürəti isə 960'ı 14'ə bölsək, 96'nı 14'ə bölsək, 960'ı deməli, 96'nı böləndə 7 dəfə yazsaq, 7 4'ün 28, 6 dəfə 6 4'ün 84, burada 12 gəlir, 120 bölünmür, 1 dəqiqə. Deməli, burada bu 960 bölünmədir. Başqa bir sondan yazaq uşaqlar, yəni nisbətlə. Birincinin surəti 960 bölünsün 16'da. İkincinin surəti isə 960 bölünsün 14. Və bunlar tez zamanından sonra görüşürlərsə, onda birincinin getdiyi yol 960 böl 16 vur t'dir. Digər isə 960 bölünsün 14 vurulsun t'dir. İkincinin getdiyi yoldur. Və bunların ümumi getdiyi yolların cəmi də 960 olduğu üçün mən bunları cəmləsəm, 960'a bərabər eləsəm, buradan t'ni ortaq vuruq çıxardanda 960 böl 16 üstəgəl 960 böl 14 bərabər olar 960'a. 960'lar ixtisar geçsə, t vurulsun 16'da 1 üstəgəl 14'də 1 bərabərdir 1 alaram. Buradan t'ni tapanda bunlar üçün orta məxrəc 16 vur 14, surətdə də 16 plus 14 30 olur. Vurulsun daha doğrusu bərabərdir 1'ə. T'ni tapanda 16 vur 14 böl 30. Biz
zamanı tapdıq. Birincinin getdiyi yol isə bu olduğu üçün 960 böl 16-nı vuraram. 16 vur 14 böl 30-a. Burada bu 16'lar ixtisar getsə, bundan bu getsə, 96-nı 3'ə bölsək 32, 32 vur 14. 32'nin də 14'ə hasil 448. Doğru cavab 448 olacaq. 49, 50. Deməli, burada nə deyir bizə? Burada deyir ki, bu çevrələr arasındakı ən qısa məsafəni tapın. Deməli, AC məsafəsi 16, BD məsafəsi 6-dır, CD məsafəsi 24-dür. Bu çevrələr arasındakı ən qısa məsafəni tapın. Onun üçün biz D nöqtəsindən CD-yə paralel düz xətt çəksək, bura 24 olsa, bu 6-dırsa burada 6 olacaq. Onda buradan bura qədər 10-dur. Pifagor teoreminə görə, çünki toxunanla radiuslar perpendikulyar olurdu. Bura 10, bura 24 ise Pifagora göre 24'ün kvadratı, üstəgəl 10'un kvadratı, bura olar 676, kök çıxar 26. Bizdən çevrələr arasındakı ən qısa məsafəni isə budur. Həmin məsafəni də tapanda ümumi AB-dən bu çevrələrin radiuslarını çıxmalı. 16'nı, bir də 6'nı çıxmalıyım. Bu da 20 çıx 4. Yəni 10 çıx 6, yəni doğru cavab 4 olacaq. 180 kilogram 20% duz məhluluna nə qədər su buxarlandırmaq lazımdır ki, məhlulun duzluğu 24% olsun. Deməli, 180 kilogram 20%-dir. Su buxarlandırılır. X kilogram su 0% idi və 180 minus X burada da 24%. Birincidə nə varsa vur, bir-birinə 180 vur, 20 çıx X vur 0 bərabərdir. 24 vurulsun 180 minus X yazsam, bu geçsə. Buradan 180 minus X'i tapanda 180 vur 20'ni 180 vur 20'ni 24'e böleceğim. 6'ya xsar yaparsam burada 4, 6'ya xsar yaparsam burada 30 qalar. Bu 4 ilə də bu gedər, burada 5 qalar. 180 minus X bərabərdir 150'ye, X də bərabərdir 30'a. 30 qram. Növbəti sualda perimetri 60 olan ABC, YD, F figurlarında ABC, ADF və DCY üçbucaqları bərabər tərəflidir. AC parçasının uzunluğunu tapın. Tutalım ki, bu hissəyə X desək, bu hissədə X-dir. Bu hissəyə Y desək, bu hissədə Y-dir. Onda bu tərəf, burada X, burada Y-dir. Bu üçbucağın tərəfi X plus Y-dir. Və bu yuxarıdakı üçbucaqda bizə deyir ki, A, B, C, Y, D, F. Bu tərəfdə X plus Y-dir. Onda bu tərəfdə, yəni bizdən istənilən bu figurda tərəflərə fikir versək, tərəflərdən biri X plus Y-dir. Bu tərəf X plus Y-dir. Bu tərəf Y-dir, bu tərəf Y-dir. Yəni 2Y-dir. Bu tərəfdə 2X-dir. Bərabərdir 60'a. X, 2X burada, 2X burada. 4X plus 4Y bərabər olar 60'a. Buradan da X plus Y alarıq 15. AC parçasının uzunluğu da X plus Y olduğu üçün həmin parçanın uzunluğu elə 15 olacaq. Növbəti. 80 nəfərlik bir qrupda X qəzetini oxuyanların sayı Y qəzetini oxuyanların sayının 4 mislidir. Deməli, Y qəzetini oxuyanlara mən A desəm, X qəzetini oxuyanlar 4A'dır. Hər iki qəzeti oxuyanların sayı qəzet oxumayanların sayına bərabərdir. Deməli, Euler-Venn diaqramı qurulsa, X qəzeti, Y qəzeti. Deməli, 80 nəfərlik bir qrupda X qəzetini oxuyanların sayı Y qəzetini oxumayanların 4 mislidir. Hər iki qəzeti oxuyanların sayı qəzet oxumayanların sayına bərabər olarsa, bura A yazsam, A yazmayaq, bura bir dənə B yazaq daha doğrusu. X qəzetini oxuyan 4A'dırsa, onda bura 4A çıx B'dir. Burada Y qəzetini oxuyan A'dır, B bura yazılıbsa A minus B buradır. Və bunların hamısının cəmi, bir də oxumayanlar var, o da hər ikisini oxuyanlar da. Bunların hamısının cəmi 80 olmalıdır. Yəni 4A çıx B plus bu B plus A çıx B bura
Bir də plus B 80 olmalıdır. Bu B'lər burada islah, bu B'lər burada islah. 4A plus A. 5A bərabərdir 80'ə, A bərabər 16'ya. Bizdən X qəzetini oxuyanların sayını soruşur. X qəzetini oxuyanlar 4A olduğu üçün 4'ü də 16'ya vursaq 64. Doğru cavab 64 olacaq. Növbəti suala baxaq. 54-cü sual. 54-cü sualda bu ifadənin hər tərəfinə biz 2AB topulda olan sualda əlavə eləsəydik, burada 2AB əlavə eləsək, onda soldakı A plus B'nin kvadratı 8AB olar. Bir də hər tərəfdən 2AB çıxılsaydı, onda solda A minus B'nin kvadratı, sağda isə 4AB olardı. Buradan A plus B'ni tapsaq kök altında 8AB, buradan da A minus B'ni tapsaq kök altında 4AB olar. Və bunların nisbəti lazımdır bizə. Bunların da nisbəti kök altında 8 böl 4. Yəni kök altında 2. Doğru cavab kök 2 olacaq. Qonşu bucaqlardan birinin dərəcə ölçüsünün 3 misli, digərinin dərəcə ölçüsünün 2 mislinə bərabərdir. Qonşu bucaqlara alfa və beta desəm, 3 alfa bərabər 2 beta deyəcəm. Və qonşu bucaqlardan alfa ilə betanın cəminə 180 dərəcədir. Onda alfaya 2K, betaya da 3K desəm, burada nəzərə alsam 2K ilə 3K'nın cəminə 180 dərəcə deyəcəm. 5K bərabərdir 180'ə, K bərabərdir 36'ya. Məndən bu bucaqları soruşur. Alfa 2K'da 2'ni 36'ya vursam 72, beta 3K'da 336'ya vursam 108 dərəcə. Doğru cavab 72 və 108. Bu qədər suallar hər kəsə uğurlar. Sağ olun.